Bugün təbiətin oyanışını, torpağın nəfəsini və yazın gəlişini özündə əks etdirən İlaxır çərşənbədir. Bu əziz günün zəngin adətləri, unudulmaz ənənələri və bayram ovqatı haqqında bizə danışacaq maraqlı həmsöhbətimiz İçəri şəhər qoruğunun idarə heyəti sədrinin köməkçisi Turan xanım Həsənovadır. Turan xanım, salam. Salam, xoş gəlmisiniz. Çox sağ olun. İstərdim ki, bizə İlaxır çərşənbədən danışasınız, adət ənənələrimizdən danışasınız. Əvvəla muzeyimizə xoş gəlmisiniz. Qala qoruğu qədim tarixi köklərə malik olan bir məkandır və burada hər zaman Novruz bayramı xüsusi təntənə ilə qeyd olunur. Onu da demək istərdim ki, Novruz bayramı elə bir bayramdır ki, bunu hər evdə bir ay boyunca davamlı qeyd edirlər və belə məkanlar, belə tarixi yerlərdə də bunun nümayiş olunması mütləqdir. Qala qoruğunda təşkil olunan Novruz çərşənbələrində də, çərşənbə turlarında da biz bu adət-ənənələrimizi adətən gələn ziyarətçilərimizə göstəririk. Onu demək istərdim ki, Novruz bayramı 4 çərşənbədən ibarətdir. Təbii ki, bunu hamımız bilirik, qeyd edirik və hər çərşənbənin də özünə məxsus gözəlliyi, özünə məxsus adət-ənənələri var. İlk çərşənbəmiz su çərşənbəsidir. Suyun oyanması buzların əriməsi ilə başlayır. İkinci çərşənbəmiz ot çərşənbəsi. Artıq istilik gəlir, torpaq, günəş isitməyə başlayır. Üçüncü çərşənbəmiz yel çərşənbəsidir ki, burada artıq tozlanma prosesləri gedir və ağacların cücərməsinə, güllərin açmasına sövq edir. Və baharın müjdəçisi olan İlaxır çərşənbədir. İlaxır çərşənbə, çərşənbələrin ən sonuncusu və adət-ənənələri ilə zəngin olan bir çərşənbədir. Bu çərşənbəyə hazırlıq bütün 3 çərşənbə boyu gedir. Evlər təmizlənir. Hər bir şey yenilənir. Küsülülər barışır. Mütləq şəkildə hamı bir-birinə qonaq gedir və evdə bişirilən sovqatları bir-birinə pay aparırlar. Və Novruz bayramının ən gözəl özəllikləri ondan ibarətdir ki, bu bayram hamını birliyə və mehribançılığa dəvət edir. Bu adət-ənənələrin də bizim davam etdirilməsi üçün bizim kimi muzey işçilərinin, mədəniyyət sahəsində çalışanların və sizin kimi media mənsublarının olması mütləqdir ki, gələcək nəsillərə ötürək və bunu gözəl şəkildə təbliğ edək. Adət-ənənələrimizə gəldikdə isə təbii ki, adət-ənənələrimizin sayı çoxdur. Biz hansından istəsək, ondan da başlaya bilərik və ən əsası Novruz deyəndə ağlımıza nə gəlir? İlk səməni gələr. Çünki səmənini cücərtmək elə əsas Novruzun əsas simvoludur. Cücərmə prosesi bir neçə həftə çəkir deyənə, biz ilk çərşənbədən başlayaraq artıq buğdanı isladırıq və ona qulluq eləyirik, onu cücərdirik, böyüdürük və bayram günündə də süfrəmizi mütləq şəkildə səməni bəzəyir. Novruz bayramının gözəl xüsusiyyətlərindən biri də Novruz xonçasını bəzəyən şirniyyatlarımızdır. Bu bayramda təbii ki, hamımızın bildiyi kimi şəkərbura, paxlava, qoğal, badambura kimi şirniyyatlar bişirilir, süfrəyə qoyulur və süfrələrimizi bəzəyir. Bu şirniyyatların təbii ki, özünə məxsus mənaları, xüsusiyyətləri var. Onlar hər biri öz rəmzi mənalarını daşıyır. Məsələn, paxlavaya gəlsək, paxlava göydə ulduzu özündə ehtiva edir, əks etdirir və onun qat-qat olması isə bolluğun, bərəkətin rəmzidir. Digər şirniyyatımız isə şəkərburadır. Şəkərbura aya bənzəyir və bilirsiniz ki, qədim türk xalqlarında ay müqəddəs sayılırdı və aya itaət olunurdu, göy cisimlərinə itaət olunurdu. Ona görə də məhz ay formasında da şəkərbura hazırlanıb süfrəyə qoyulurdu. Digər bizim şirniyyatımız isə qoğaldır. Qoğal da günəşə bənzəyir. Günəş yer kürəsini isitdiyi kimi də süfrələrimizi də öz forması ilə, öz gözəlliyi ilə bəzəyir. Və torpağımızın bərəkətini özündə əks etdirir. Bunu da demək istəyirəm ki, digər bu
şirniyyatları bişirmə adət-ənənələrindən başqa da digər ənənələrimiz də mövcuddur ki, hansılar ki, papaq atdı, qulaq falına çıxma, şal sallamaq, bir çox üzük falını etmək, su falı, bu falların hamısı da məhz İlaxır çərşənbə günü cavan qızlar, arzu niyyət edən insanlar tərəfindən həyata keçirilir. Mənə maraqlıdır ki, siz özünüz qulaq falına çıxmısınızmı? Mənim ən sevdiyim faldır deyə bilərəm və çox böyük məmnuniyyətlə övladlarımı götürərək bu adət-ənənəni yaşadıram. Hətta belə deyim ki, bir dəfə yox, bir neçə qapıya gedərək pusuram, arzu tuturam. Çünki uşaqlıqdan gələn bir vərdişdir, bir belə deyim, gördüyümüz, götürdüyümüz bir ənənədir. Və Novruzun, yeni ilin necə keçəcəyini məhz qulaq falından bir niyyət tutaraq təxmin eləyirik. Və düzünü deyim, inanıram, elə də çıxır. Belə bir deyim var ki, masada 7 ədəd S hərfi ilə başlayan ovqat olmalıdır, məhsul olmalıdır. Bu doğrudurmu və nələr olmalıdır? Bilirsiniz ki, bayram masası xüsusi təşvişlə, xüsusi həvəslə hazırlanır və bəli, belə bir deyim var və bunu da təbii ki, həyata keçirən ailələrimiz də var. Novruz bayramı masasında 7 S hərfi ilə başlayan sovqatlarımız su, süd, səməni, səbzi, siyənək balığı, sumaq və sirkədir. Bəs yumurta boyamaq adəti? Yəni bu nə ilə bağlıdır? Nə deməkdir? Yumurtanın üzərində olan o çizgilər, çəkimlər nəyi simvolizə edir və nə ilə bağlıdır? Ümumiyyətlə boyaqkarlıq qədim sənət növüdür. İnsanlar, məsələn, indi gördüyünüz kimi bizim xanımlarımız da yun darıyırlar, boyayırlar və qədim zamanlardan başlayaraq müxtəlif meyvələrin qabıqlarından, ərzaqların qabıqlarından istifadə edərək boyakarlığı həyata keçirirdilər. Təbii ki, Novruz da bu sənətdən yan keçməyib. Novruz bayramında da bolluğun rəmzi olan yumurtaları boyayırdılar və bunları uşaqlar bir əyləncə halına gətirərək yumurta döyüşdürürdülər. Bizim Novruz xonçamızda da yumurtamız var, istəsəz döyüşdürə bilərik və təbii ki, bu da bir bayram abu-havası, bayram əhval-ruhiyyəsi qatırdı ki, uşaqlarımız da bunlarla sevinirdi və növbəti ilə daha sevinclə, daha maraqla keçməyə sövq edirdi. İstəyirsiniz, gəlin bu maraqlı notlarda yumurta döyüşdürək. Döyüşdürək. Adət-ənənələrə uyğun olaraq. Siz qazandınız. Qazanan həmişə dostluq, mehribançılıq, sülh, əmin-amanlıq olsun. Amin, çox sağ olun. Səmənidə indi bizim xonçamızda da görürük, qırmızı lent var. Bu nəyi simvolizə edir? Səməninin ümumiyyətlə qırmızı lent bilirsiniz ki, bizdə təmizliyi, paklığı simvolizə edir və məhz səmənidə də bunun olması yeni ilin daha gözəl olmasına işarətdir. Bəs sizcə adət-ənənələr get-gedə unudulurmu? Yəni bütün ailələrmi hal-hazırda, yəni biz fikir versək, hər ailədə artıq bir o qədər də get-gəl, əvvəlki kimi yığışmalar, yığıncaqlar olmur. Bu o deməkdirmi ki, bayram adət-ənənələri artıq unudulur? Deməzdim ki, tam şəkildə unudulur, amma təbii ki, müasir yaşam tərzi ona gətirib çıxarır ki, artıq məsafələr kiçik olsa da uzanıb və ünsiyyət daha da fərqli formata keçib. Artıq bir-birimizə qonaq gedərək, pay apararaq yox, bir-birimizlə hər hansısa bir qurğu üzərindən danışaraq bayramlaşırıq. Bunu çox təəssüflə deyirik, amma ki, bizim də boynumuza düşən borc odur ki, adət-ənənələrimizi yaşadaq və onun necə olmalı gərəkdiyini öz gələcək nəslə göstərək. Və ümid edirəm ki, heç vaxt unudulmayacaq və gözəl şəkildə təbliğ olunacaq.
Çox sağ olun. Maraqlı həmsöhbət olduq. Sizdən yeni adət-ənənələr, ümumiyyətlə adət-ənənələr köhnədirlər, amma ki sizdən daha dolğun, daha yeni, daha çox məlumat öyrəndik. Təşəkkür edirəm. Buyurun. Çox sağ olun. Sağ olun.